Salam dostlar. Bugün yuxularımızda gördüğümüz alça hakkında danışacağıq. Yuxuda alça görmək nə deməkdir? Çox maraqlı bir mövzudur və gəlin birlikdə bu sirri açaq. Əgər yuxuda alça görürsünüzsə, bu ümumiyyətlə uğurlu bir xəbərin gələcəyini bildirir. Alçanın rəngi də bu mənanı dəyişə bilər. Yaşılı daha çox gənc və enerjili bir dövrü simvolizə edir. Qırmızı alça isə ehtiras və sevgi ilə bağlıdır. Bəs yuxuda alça yemək nə deməkdir? Bu, həyatınızda yeni bir mərhələyə keçid edə biləcəyinizin əlamətidir. Alça yemək həm də sevinc və xoşbəxtlik gətirə bilər. Alça turşusu görməksə biraz fərqlidir. Bu, bəzən qarşılaşa biləcəyiniz çətinlikləri və ya gözlənilməz dəyişiklikləri xəbər verə bilər. Amma narahat olmayın. Hər çətinlik bir fürsətdir. Alça dərmək yuxusu isə qazanclar və uğurlar gətirir. Bu, çox çalışdığınızın və mükafatınızı alacağınızın göstəricisidir. Alça ağacı görmək isə ailə və yaxınlarınızla bağlı gözəl xəbərlər ala biləcəyiniz anlamına gələ bilər. Yuxuların dili olduqca mürəkkəbdir, amma onları başa düşmək həyatımıza böyük təsir edə bilər. Ümid edirəm ki, bu qısa video sizin üçün faydalı oldu. Videonu bəyəndinizsə, like düyməsinə basmağı və kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək sağ olun.